Xaricdə təhsil almaq istəyənlərin də deyərdim ki, ən çox müraciət etdiyi ölkələrdən biridir Ukrayna. Bu təsadüfi deyil, təbii ki. Bu təsadüfi deyil, xeyr. Çünki vaxtında, hətta yəni Sovet vaxtında belə bizim yaşca bizdən böyük olanlar, onların arasında belə çox Ukraynadan məzun olub bitirənlər var, hal-hazırda işləyənlər var. Ona görə, yəni həm də universitetlər dünya reytinqində olan universitetlərdir, ilk 500-də olan universitetlərdir. Ona görə, yəni seçim olaraq Ukraynanı çox seçirlər. İndi hal-hazırda, yəni onlayn olmağı keçən dəfə də vurğuladığım kimi bir şansdır, bir fürsətdir. Bunu dəyərləndirmək lazımdır. Elə sizin yanınıza gələndə bir nəfər zəng vurmuşdu mənə. Yaşı var idi, yəni deyir ki, mən təhsil almaq istəyirəm, amma mən gedə bilmirəm heç ara, mən hal-hazırda işləyirəm. Mən dedim, elə tam sizə uyğundur. Yəni bu şəkildə indi təhsil ala bilərsiniz hal-hazırda. Sadəcə olaraq nə gətirmək lazımdır? Attestat, xarici pasport. Və salam. Bəli. Bu qədər, yəni imtahansız filansız. Siz bax bu attestatla və sənədinizlə, xarici pasportunuzla ali məktəblərə daxil ola bilərsiniz. Ukraynada ən nüfuzlu universitetlərə. Əlbəttə ki, bunun üçün nömrə deyəcəm, qeyd eləyin. 055 835 1005 055 835 1005 attestatla imtahansız daxil olmaq mümkündür. Bir çox üstünlükləri var.